Sara Amento və onun ailəsinin vaxtı getdikcə azalır. Xərçəng xəstəliyi 4-cü mərhələyə daxil olub və həkimlər əlacısız qaldığını deyirlər. Mən hər gün qadınların öldüyünü, uşaqların analarını dəfn etdiyini görürəm. Qarşıdan gələnləri önləmək üçün bacardığımı edirəm. Çarəsiz qalanlar çətənə yağı barədə danışırlar. Bu, hökumətin qulaqardı vurduğu təbii əlacdır. Mən yaşamaq istəyirəm, sağ qalmalıyam. Çətənə tibbi məqsədlərlə əsrlər boyu işlədilib. O, ABŞ ştatlarının yarısında qanunidir. Britaniyanın aparıcı tibbi tədqiqat mərkəzi bu sahədəki araşdırmalara maraq göstərir. Çətənə yağının çox maraqlı molekul quruluşu var. Onun xərçəng hüceyrələrinə qarşı kimyəvi təsiri ilə bağlı yüzlərlə səhifədən ibarət araşdırmalar mövcuddur. Cancer Research UK araşdırma mərkəzindən Kat Arne deyir. Hərçənd ki, onun sözlərinə görə bu maddənin effektiv müalicəyə çevrilməsi yaxın gələcəyin işi deyil. Stefani Leroux həkimin də dəstəklədiyi dəlillərə malik olduğunu deyir. Çətənə işləyir. Baxın, kimyəvi terapiya olmadan yalnız çətənə. Şiş çəkilib. Analizlər irəliləməni təsdiqləyir. Artıq nə demək olar ki? Xərçəng üzrə aparıcı mütəxəssislərdən biri Cənubi Kaliforniya Universitetinin professoru David Egus mötəbər elmi tədqiqatların xaricində çətənə yağı ilə bağlı araşdırmaların nəticələrinə ehtiyatla yanaşdığını deyir. Bəs görəsən dəlillər hansılardır? İndiyədək yüzlərlə laboratoriya sınağının yekunları dərc olunub. Müalicənin siçanlarda işlədiyi barədə araşdırma. Onlarla təşkilat və xeyriyyə qurumları müalicəyə maraq göstərir. Çətənədən yağ çəkmək qanunsuzdur. Çətənə qanuni olsa da ona əlavə olunan məhlul qeyri-legaldır. Bu, Sara Amentonun istifadə etdiyi çətənə yağıdır. Kiçik bir həcmi sıxırsan. Mən bunu ən yaxşı çarə hesab edirəm. Onun işlədiyini görmüşəm. Ümid edirəm ki, o mənim üçün də işləyəcək. Sara Amentonun yeganə ümidi eyni zamanda təsdiqlənməmiş dərmandır.